sən necə etmisən bunu? Bu sənin əmindir. Hətta mən sizi atanda, boşayanda bu sizə baxıb, bu sizi yetişdirib. Yəni bu qeyrətsiz, ona görə deyirəm, hər nəsildə bir qəhbə olur. Bu bizim nəslimizin də qəhbəsi buzardı, anasıdır. Nə məsələ bu uğraş gəlib öz doğma əmini girib evində zəhər verəsin. Yəni bu adamlar İlham Əliyevin ətrafı belə çalışır. İlham Əliyev o götü baş. Onun da 100% bu Yahudilər hamısını seks videolarını bunlar da çəkib. Çünki hamısı bir... Bunu da yağın ya anasıyla bir yerdə seks videosunu çəkibdilər, ya neyinibdilər. Allah'ın olsun bunlar birbirinin baldızını, anasını qayıranlardır. Yani bu reallık da bu Ayşə, deməli bunu elə bilməyin ki biz əsəbləndirik. And olsun Allah'a bu bir reallık. Faktdan danışırıq, düşüm əsəb. Əsəbin nə aidiyyəti var? Heç əsəbə aidiyyəti var ki, əziz qardaş. Çünki əsəb. Əsəb 15 strokumuz var. Bir sadəcə mən çıxıb hamısı qəhbədir. Xalqımdan üzr istəyirəm. Bu gün sadəcə birinci, axırıncı dəfədir mən çıxıb söyürəm. Bu gün sadəcə dedim ki, qardaşımın kanalı mənim öz kanalımdır və çıxıb burada fahişə olduğunu açıq deməliyəm. Sən fahişəsən, sən namussuzsan, sən qeyrətsizsən, torba tikənsən, yəni şər böhtən atansan, cəmaatın ailəsini dağıdansan. Qardaş, bu adamlar Elşad və Kemaləddin nazirliyində fakt bu fahişəlik üzərə çıxdı. Bütün fahişəlik nazirliklər, bizneslər, hər bir yer qardaş, bunlar hamısı arvadlarını İlhama verirlər, İlham qayırır arvadlarını, bunlar da özlərinin götlərini verirlər və onun bunun qızlarını pozurlar, onun bunun uşaqlarını pozurlar. Yəni bu ailə tək özləri yox, ətrafında olan nə qədər namussuz nazir var, iş adamı var, kimlər vardısa, bunların gözlərindən qəbul edirlər. Bu şey var orada qumar oynayır Elman Bayramov. Onun imkan varsa onu kameraya koy. Qumar nerede oynuyor şeylə pul qabağında. Onu koy, ondan danışacağım 2 kəlmə. Burada stolda Elmar Məmmədyarovla ikisi bir yerde yalayırdılar. Mən üzürlü hesab edeyim. Atel Ukraynada mənim altımdan çıxan qızları mən təzədən bir yerlərdə qız sonra gəlib danışır, deyir ikisi o çerezlə yalayırdılar səndən sonra. Bu uğraşlar. Elman Bayramovla bu Elmar Məmmədiyarov. Deməli, əziz qardaş, onun uğraşı bir balaca bəri çəksən yaxşı olar. Deyəm, mən o birisi telefondan göstərim. Burada şey qoyanda şey olur. Deyəm, sən danış, mən indi o birisi telefondan göstərim. Deməli, bundan sən danışmısan. Bu uğraşın arvadı qəhbə sürücüsündən qaçıb. 2 milyon pulunu götürüb, qaçmışdı. Bu uğraşda deməli, indi o arvadı qəhbə qaçandan sonra o çalışır, öz yaxın dostu gəlir deyir ki, məni, ailəmi, yoldaşımı işə düzəlt, Binzavodun sədrisən də. Deməli, bunu götürür işə Elşad, öz dostun arvadını götürür işə, orada gəlir deyir ki, at çəkməyəcəm, yaxşı qardaşlığı istəmirəm. Orada gəlir deyir ki, sən mənlə yatmalısan. Ondan sonra o dost öldürürdü bu uğraşı. Zəng edib ki, namussuz, qeyrətsiz. Bu adamlar. 15 Minuten noch. Wie viel? 15 Minuten. 15 Minuten? Ja. Hier? Ja. Ja, braucht man da eine Scheibe oder? Du musst hier parkieren. Ja. Hier, sen danış. Rahat ol. Yəni bu Elman Bayramov Yaqub Eyübovun qohumudur. Yəni bu Rusiyada bazarda, Rusiyada bizim Azərbaycanlılarımız hamı bunu yaxşı tanıyır. Bu namussuz, qeyrətsiz arvadı o sürücüsünlə qaçan uğraşdı. Səs gəlmir Elşad, səs gəlmir. Park yerini soruşurdu, onu dedim. Heç nə, buyur, sən danış, mən şəkildə. Deməli bu uğraş arvadı qəhbə onun bunun ailəsinə sataşır.